şagirdlər, bu günlərin biz mövzu sınaq imtahanı 10-un suallarına baxacağıq inşallah. Deməli, birinci sualdan həmən başlayaq. İran Zülmünün daxili siyasətinə aiddir. İran Zülmü bilirik ki, Mannanın ən güclü hökmdarı olub. İlk hökmdarı olmayıb və sonuncu hökmdarı da olmayıb. Bu şeylərə diqqət eləməliyik. Deməli, burada özdə İran Zülmü nə istəyir? Daxili siyasətini istəyir. Buna bu önəmli bir məsələdir. Daxili siyasət və xarici siyasət var, bilirsiniz. Bir də xatırlayaq, xarici siyasət ölkənin digər dövlətlərlə münasibətləri, müharibələri, yürüşləri, döyüşləri, danışıqlar aparması falan filan bunlar sayılır. Daxili siyasət isə ölkənin daxilində gördüyü işlər. Deyəlim ki, bir dövlət, məsələn, sənin dövlətinin əgər torpaqlarını işğal edibsə və sən onu geri qaytarırsansa, bunlar da xarici siyasət sayılır. İndi biz baxırıq burada, vilayət hakimlərinin özbaşınalığına qarşı mübarizə aparmaq, bəli, zaten doğru cavab A-dır. Biz bilirik ki, demək, İranzu vilayət hakimlərinin özbaşınalığına qarşısını almışdır və vilayətlərdə birləşdirmişdir və beləliklə mərkəzi hakimiyyəti gücləndirmişdir. Bəli, bu daxili siyasətidir. İşğal edilmiş torpaqları qaytarmışdı, qaytarmadı, amma bu onun artıq xarici siyasətidir. Azərbaycanı birləşdirməyib, elə bir şey yoxdur. Şimalda Albaniya yox idi o dövrdə, bu da yanlış ifadədir. Aşşurla ittifaq bağlamışdı, bu da xarici siyasətidir. Ona görə də biz A-nı götürməliyik. İkinci sual hadisə nəticə əlaqələri ilə bağlıdır. Doğru verilən cavabı tapmaq lazımdır, bəndi tapmaq lazımdır. Oxuyuruq, Səfəvilər dövlətinin zəifləməsi nəticəsində torpaqları ya dili işğalına məruz qaldı mı? Qaldı. Bu 18-ci əsrin əvvəllərində oldu. Nadir xanla bağlı olan hadisələrdən ora diqqət eləsəz, yəni Şərqin son Fatihi mövzusuna baxsaz, orada o Nadir xan dediyimiz bölməsi var, həmən paragrafın. Orada nə görürük? Səfəvilər dövlətinin son dönəmidir, o dövrdə zəifləyib və torpaqların böyük bir hissəsi deyir Əfqanların, Çar Rusiyasının və Osmanlı İmperiyası tərəfindən işğala məruz qalmışdır. Ora bir daha baxsaz görərsiniz. Dolayısıyla bu hadisə nəticəsi doğrudur. Digərləri isə yanlış olmalıdır. Baxaq, Ağqoyunlu dövlətin yaranması nəticəsində Baharlı yox, Bayandurlu hakimiyyətə gəlib, olmaz. Nadir Şah İmperiyası yaranması nəticəsində Səfəvilər artıq süqut eləyib, Hindistanı tabe edə bilməz. Əfşarlar Hindistanın bir hissəsini tabe edib olsaydı götürmək olardı. Və 4, deməli, Şirvanşahlar dövlətinin süqut etməsi nəticəsində şimal torpaqlarımız Rusiyanın əlinə keçmişdir. Xeyr, Şirvanşahlar 16-cı əsrdə süqut edib, Rusiya isə Azərbaycan torpaqlarını 18 və 19-cu əsrdə tutmağa cəhd edib. Ona görə də əlaqəsi yoxdur. Dolayısıyla burada doğru cavab D-dir, yalnız 1. Üçüncü sual, əkinçiliyin əsası qoyuldu, ovçuluq mühüm peşəyə çevrildi. Əkinçiliyin əsası qoyulduğu, bilirsiniz ki, bu daş dövrüdür, təbii ki. Burada görürsünüz 3 dənə daş dövrü var. 1, 2, 3. Konkret olaraq Tunc dövrü və Dəmir dövrü ola bilməz. Amma daş dövrünün əvvəlində mi olub bu hadisə, ortasında mı, sonlarında mı? Həmən mövzulara bir də baxsaq, görərik ki, bəli. Əlbəttə ki, əkinçiliyin yaranması üçün zaman lazımdır. İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olub. Bəlli bir dövrdən sonra, daş dövrünün ortalarında artıq insanlar ox və kamanı ixtira edəndən sonra öncə ovçuluq əsas peşəyə çevrilir, daha arxasınca artıq yavaş-yavaş insanlar istehsal təsərrüfatına keçir, yəni əkinçiliklə və maldarlıqla məşğul olmağa başlayır. Ona görə də bu daş dövrünün ortalarıdır. Cavab C-dir. 4. Atropat yeni bir dövlət qurmuşdu, cəsur sərkərdə idi və Roma işğalına qarşı mübarizə aparmışdı. Xeyr, bu Atropatdan sonra gələn hökmdarlardır. Sasanilərin hücumuna qarşı ölkəni qorumuşdu. Bu bizim son kitabımızda bu yoxdur. Ona görə də, amma bilənlər bilir ki, Sasanilərin hücumuna məruz qala bilməz. Çünki Sasanilərin hücumu 3-cü əsrdə olub, Atropat isə eradan əvvəl 4-cü əsrdə yaşayıb. Amma bunu nəzərə almaq olar. Bunu kimsə bilmirsə, problem yoxdur. Makedoniyalı İskəndərə qarşı bir müddət mübarizə aparmışdı. Bəli, bu Atropata aiddir. Çünki burada Atropat deyir. Əgər hökmdar Atropat və yaxud Atropatiyanın hökmdar Atropat desəydi, onda bunu götürməzdik. Amma sadəcə burada Atropat. Çünki Atropatın biz fəaliyyətini 2 hissəyə bölürük. Hakim Atropat, hökmdar Atropat. Hakim olaraq bəli, İskəndərlə mübarizə aparıb, amma hökmdar olaraq yox. Çünki hökmdar olması üçün İskəndər ölməlidir. Amma burada o nəzərdə tutulmadığı üçün biz burada C-ni götürə bilərik. Birləşdirməyə çalışıb Azərbaycanı qətiyyən, Qəbələni yox, Qazaxanı paytaxt edib. Ona görə doğru cavab C-dir. Növbəti sualımız xəritə sualıdır, 5-ci sual. Orta əsrlərdə memarlıq, rəssamlıq məktəbi bütün şərqdə məşhur idi. Söhbət Təbrizdən gedir. Bunu bir Təbriz mövzusuna baxsaq orada var. 21-ci mövzu. 13-14-cü əsrdə Elxanilər dövlətinin baş şəhəri olub, o da orada var. Yəni Eldənizlərin paytaxtı olub, bu da yenə Təbrizdir. Ona görə də Təbriz burada xəritədə 4 rəqəmi ilə işarələnmiş ərazidə yerləşir. Urmiya gölünün yaxınlığında fikir verirsinizsə əgər. Ona görə də B-dir cavab. Davam edirik. 6-cı sual.
qeyd onlardan neçəsi Şirvanşahlar dövləti mövcud olduğu dövrdə baş vermişdi. Həsən Padşahın qanunları adlanan qanunların qəbul edilməsi, bəli, bunu götürməliyik. Çünki 15-ci əsrdə olub. Şirvanşahlar da deməli 9 və 16-cı əsrdə mövcud olub. Deməli bu uyğun gəlir. Ərəb xilafətinin Xəzər xaqanında müharibə aparması uşaqlar bu 7-ci əsrdir. Deməli olmaz. Nadir xanın Muğanda qurultay təşkil etməsi bu 18-ci əsrdir. Bu da olmaz. Qaraqoyunlu dövlətinin süqut etməsi 15-ci əsrdir. Olar. 15-ci əsrin ikinci yarısı daha doğrusu olar. Və Səfəvilərin Qızılbaş adlandırılması bilirik ki, artıq Şeyx Heydər 15-ci əsrdə yaşayıb. Onun dövründən etibarən Səfəvilərin tərəfdarları Qızılbaş adlanırdı. Deməli burada 3 dənə doğru cavab var. Yəni D cavabı doğru cavab. 7-ci sual 12-ci əsrdə mədəniyyət və incəsənət xadimlərini tapmalıyıq. Burada nümunələr zaten verilib. Məhsəti Gəncəvi və Əcəmi Əbubəkiroğlu, Naxçıvani. Bizə üçüncünü tapmaq lazımdır. Şəmsəddin Əldəniz mədəniyyət və incəsənət xadimi deyil, dövlət xadimidir. Qızıl Arslan da onun kimi, Səlcuq bəy onun kimi, ümumiyyətlə Səlcuq bəy Azərbaycanda yaşamayıb. Və Şah İsmail Xətai, bu da təbii ki, dövlət xadimidir, amma eyni zamanda mədəniyyət və incəsənət xadimi də sayıla bilər. Niyə? Çünki Xətai təxəllüsündə şeirlər yazıb, amma biz burada 11-12-ci əsr istəyirik. Ona görə Şah İsmail 16-cı əsr olduğuna görə bu da olmaz. Əlbəttə ki, burada cavab Nizami Gəncəvidir. 12-ci əsrin ən məşhur şairimizdir, bilirsiniz. Əlbəttə ki, burada cavab Y-dir. 8-ci sual. Şirvanşahlar dövləti Eldənizlər dövlətindən fərqli olaraq Araz çayından şimalda yaranmışdı. Xeyr, ikisi də şimalda yaranıb. Səfəvilər dövləti tərəfindən süquta uğradılmışdı. Bəli. Eldənizlərin dövründə Səfəvilər deyə bir dövlət yox idi, amma Şirvanşahları da, Ağqoyunlunu da süquta uğradan bilirsiniz ki, Səfəvilərdir. Ona görə də doğru cavab burada B-dir. Digərlərdə, misal üçün baxaq, Şərqin ən güclü dövlətlərindən biri hesab olunurdu qətiyyən. Eldənizlər Şirvanşahlardan fərqli olaraq ola bilər, amma Şirvanşahlar Eldənizlərdən yox. Azərbaycanı əhatə edirdi, Eldənizlər əhatə edib. İntibat dövründə mövcud olmuşdu, hər ikisi mövcud olmuşdu. Yeni ona görə götürmürük ki, bu oxşarlıqdır. Bizdə buradan fərq istəyir. Bir daha deyirəm, doğru cavab burada B-dir. 9-cu sual. Atabəylər və Baharlı dövlətinin müqayisəsi Venn diaqramında Araz çayının cənubdakı torpaqlarda yaranması. Bu təbii ki, Baharlı, yəni Qaraqoyunlu dövlətinə aiddir. Şirvanşahlar dövləti ilə həmsərhəd olması. Bu hər ikisinə aiddir. Ona görə bunu ortaya yazmalıyıq. Naxçıvan paytaxt şəhər olması bu Atabəylərə aiddir təbii ki. Hökümdarının sultan titulu götürülməsi hər ikisində hökümdar sultan titulu götürüb. Qara Yusif mövzusunda da yazılıb bu haqda. Atabəylərdə də Qızıl Arslan bilirsiniz ki, sultan titulu götürüb. Bunu da ortaya yazırıq. Ona görə də 1C, 2A və 3B'dir. Yəni doğru cavab burada D'dir. 10-cu sual Şəmsəddin Eldənizdən bağlıdır. Ona aid 3 ifadə verilib. Yeni dövlətin əsasını qoyub, iqtisadiyyatın və mədəniyyətin inkişafına qayğı göstərib, ölkəmizin ərazi bütövlüyünü təmin edib, yəni Azərbaycanı birləşdirib. 4-cünü də biz tapmalıyıq. Orta əsrin əvvəllərində hökmdar olub. Xeyr, orta əsrin əvvəlləri ola bilməz. 12-ci əsr, orta əsr 3-cü əsrdən başlayır. Oradan hesablasaz görərsiniz ki, əlbəttə ki, 12-ci əsr orta əsrin əvvəlləri deyil. Azərbaycan dilinin dövlət dili elan edilməsi bu Şah İsmailə aiddir. Şirvanşahlar dövlət nasıl hala salmışdı? Bəli, doğru cavab burada C-dir. Məncə çətin sual deyil. Ola bilsin burada D-ni kimsə götürə bilər, qarışdırar, amma görürsünüz Bakı şəhərində. Möminə Xatun türbəsi Bakıda deyil, Naxçıvanda yerləşir. Bunu da unutmamaq lazım. Bir də Y-yə də diqqət eləyək. Qalibiyyətli müharibə nəticəsində yaranmaq. Şəmsəddin Eldəniz necə yaradıb dövləti? Arrana hakim təyin edilməsi nəticəsində. Təbii ki, qalibiyyətli müharibələr nəticəsində olmaz. 11-ci suala baxırıq. Eldənizlər Şirvanşahları Venn diaqramında müqayisə edirik. Deməli, Araz çayından şimalda yaranıb, hər ikisi Arazdan şimalda yaranıb, ortaya gedir. Baharlı dövlətindən sonra süqut edib. Bu, təbii ki, Şirvanşahlardır. Çünki Baharlı dövləti 15-ci əsrdə süqut edib. Eldənizlər 12-ci əsrdə yaranıb. Təbii ki, Eldənizlər Baharlıdan əvvəl süqut edib. Şirvanşahlar 16-da süqut edibsə, deməli Şirvanşahlara aiddir. Cənub sərhədləri İran körfəzinə kimi uzanırdı. Bu, əlbəttə ki, Eldənizlərə aiddir. Bu xəritədən bunu aydın şəkildə görürük. Şirvanşahların cənub sərhədləri Kür çayına qədər olub. Yəni daha kiçik dövlət olub. D 12-ci yüzilin 30-cu illərində yaranıb. Təbii ki, bu da Eldənizlərə aiddir. Çünki 1136-cı ildə yaranıb. Ona görə də bu da 12-ci əsrin 30-cu illəri eləyir və bu da gedir bura 1-ə. Yəni 1 olur CD, 2 olur B, 3A. Y cavabı doğru cavabdır. 12-ci sualda deyir ki, verilmiş dövlətlərdən heç birinə aid olmayan hadisəni müəyyən edin. Şirvanşahlar dövləti, Ağqoyunlu dövləti, Səfəvilər dövləti. Paytaxtının birinin İsfahan olması təbii ki, bu Səfəvilərə aiddir. Çıxırıq. Osmanlı ilə mübarizə aparmaq həm Ağqoyunlu, həm Səfəvilərə aiddir. Çıxırıq.
Azərbaycan torpaqlarını ilk dəfə birləşdirmişdi. Bu bəli, Səfəvilər dövləti kimi aldana bilərik. Azərbaycanı birləşdiriblər, amma burada ilk sözündən anlamalıyıq ki, bu doğru cavabdır. Niyə? Çünki ilk dəfə birləşdirən Sacıoğlu dövlətidir, Sacıoğulları. Ona görə də burada doğru cavab C-dir. Böyük Moğol dövləti ilə həmsərhəd olub bu Səfəvilərə aiddir. Bunu da demək Şərqin son Fatehi mövzusu olan paraqrafdan, oradakı xəritədən görə bilərik. Kürd çayından şimalda yaranıb, bu da Şirvanşahlara aid ifadədir. Ona görə bir daha deyirəm, cavab C-dir. 13-cü sual, Elxanlar dövləti mövcud olduğu dövrdə uyğun gələn hadisəni müəyyən edin. Deməli, Elxanlar dövləti 13-14-cü əsrlərdə mövcud olub, bunu bilməliyik. Təbriz paytaxt olması, bəli, o dövrdə zaten Elxanların paytaxt şəhərlərdən biri Təbriz olub. Sonra Naxçıvanda bunu götürürük. Naxçıvanda Yusif ibn Yüksək türbəsinin inşa edilməsi bu 12-ci əsrdə baş vermiş hadisədir uşaqlar, ona görə olmaz. Ərdəbilin Səfəvi şeyxləri tərəfindən idarə olması, bilirsiniz ki, 13-cü əsrdən etibarən Ərdəbil Şeyx Səfi nəslindən olan hakimlər tərəfindən idarə olunurdu. Şeyx Səfiyyədindən başlayaraq. Hər halda 13, 14, 15 bilirsiniz ki, Səfəvi şeyxləri Ərdəbildə olub, ona görə də bu da doğru cavablardan biridir. Bayandurlu sülaləsinin Azərbaycanda hakimiyyətə gəlməsi bu 15-ci əsrdə baş vermiş hadisədir. Ona görə olmaz. Ona görə burada cavab 2-ci və 4-cüdür. Üçbucaq, yuxarı baxan üçbucaq və sağa baxan üçbucaq. Onu götürməliyik. Orada da cavab olur. Deməli, D cavabı olur. Bir dəqiqə baxın bir də. Bəli, D cavabı doğru cavabdır. Yox, üzr istəyirəm. D deyil. Səhv gördüm burada. Deməli, bir üçbucaq, aşağı baxan üçbucaq, bir də sol tərəfə baxan üçbucaq. Aşağı və sola baxan A-dır, bəli. Doğru cavab A-dır. 14-cü sual. Uyğunluq gözlənilmişdi. Azərbaycanın şimal torpaqlarında yaranan ilk dövlət Manna deyil, Albaniyadır. Azərbaycanda ilk dövlət qurumları yaranmışdı eramızdan əvvəl. Burada eramızın yazılıb, olmaz. Manna dövlətinin ilk hökmdarı İranzu olmayıb. Qədim dövrdən bəri vətənimizə qarşı işğalçılıq siyasət aparıb Romalılar. Bəli, burada deməli bunu götürə bilərik. Çünki biz bilirik ki, orada Albaniya və Atropatena mövzusundakı Romalılar Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən dövlətlərdən biri olub. Və bu da yanlışdır, Y də yanlışdır. Çünki bütün Azərbaycanı Atropatena əhatə etməyib. Burada uyğunluq D-də gözlənilib. Doğru cavab D-dir. 15 deməli xəritə sualıdır. Atropatena və Albaniyanın oxşarlığını istəyir bizdən. Mən özüm bilərək burada xəritəni də vermişəm. Ən azından xəritədən də baxıb anlamaq olar ki, baxın görürsünüz burada Araz çayı, Kürd çayı, Albaniyanın yerləşdiyi yer, Atropatenanın yerləşdiyi, kimlə şimalda, cənubda, Parfiya, İberiya həmsərhəd olduğu dövlətlər. Buradan da istifadə edib bu testi çözə bilərdiniz. Deməli, yaxınlaşdırın burada cavabları. Deməli, Albaniya Atropatenanın oxşarlığı. Eramızdan əvvəl birinci ilin əvvəllərində yaranıbmı? Xeyr. Bu Mannaya aid ifadədir. Qədim dövrdə yaranan Azərbaycan dövləti olmaları, bəli, bu doğru cavab B-dir. Şimal sərhədləri Araz çayına qədər ola bilməz. Bir daha burada göstərmək istəyirəm. Niyə görə? Baxın, xəritəyə baxın. Albaniyanın cənub sərhədləri Araz çayına qədərdir. Cənub sərhədləri. Atropatenanın isə şimal sərhədləri Araz çayına qədərdir. Aydındır. Ona görə də biz burada hər ikisi şimalda, əlbəttə ki, Araz çayına qədər uzana bilməz. Bu ancaq Atropatenaya aiddir. Bunu da sildik zaten. Göyçə göl ətrafında Göyçə gölü bilirik ki, Albaniyanın ərazisində olub sadəcə, o da olmaz. Bütün Azərbaycan torpaqlarını əhatə edə bilməz heç biri. Bir daha deyirəm, doğru cavab burada B-dir. Uyğunluq pozulmuşdu. Deməli, Rus və Monqol tayfalarına aid oxşarlıqdır. Vətənimizə qarşı işğalçılıq siyasət aparmaları, bəli, ikisi də aparıb. Məsələn, Ruslar Bərdəni işğal edib, 944, 10-cu əsr. Monqollar da ki, bilirsiniz ki, 13-cü əsrdə Azərbaycanı işğal edib, sonra Elxanilər dövlətini yaradıblar. Ona görə o da yəni bu oxşarlıqdır. İkisi də işğalçılıq siyasət aparıb Azərbaycana qarşı. Amma bizdən pozulmuşdur istəyir. 19-cu əsrdə Azərbaycan torpaqları hücuma məruz qalıb Rusiyanın. Bəli, biz bunu Dərbənd mövzusunda görürük. 20-ci mövzuya baxsaq, görərik ki, 19-cu əsrdə Dərbənd xanlığı və digər xanlıqlarımız Ruslar tərəfindən, Rusiya tərəfindən işğal edilib. Xürrəmlər hərəkatı yönəlmişdi Ərəb xilafətinin Azərbaycandakı siyasətinə qarşı. Bu da doğru cavabdır. Yəni uyğunluq pozulmayıb burada. İranzu ittifaqı bağlamışdı Urartu dövləti ilə. Baxın, doğru cavab budur. Niyə? Çünki burada uyğunluq pozulub. Niyə görə pozulub? Çünki İranzu Urartu dövləti ilə yox, Aşşur dövləti ilə ittifaq bağlayıb Urartuya qarşı. Baharlı Bayandurlu dövləti qurmuşdu Oğuz türkləri. Burada da uyğunluq pozulmayıb. Bəli, o hər iki dövlətimizi Oğuz türkləri qurmuşdu. Doğru cavab D. 17-ci sual. Azərbaycan Səfəvi dövlətinin ərazisində daxil deyildir. Bundan ötürü biz Səfəvilər mövzusundakı 13-cü mövzudakı xəritəyə mütləq baxmalıyıq.
Və orada biz baxanda görəcəyik ki, bəli, zaten Təbriz, Qəzvin onun paytaxtı olub müxtəlif vaxtlarda, bunu çıxırıq. Urmiya gölü Azərbaycandadır. Təbii ki, Səfəvilər Azərbaycanı zaten əhatə edib. Naxçıvan və İrəvan da Azərbaycandır, bilirsiniz. Xorasanla burada Qaradəniz arasında qala bilərsiniz. Amma siz xəritəyə diqqətlə baxsaz görərsiniz ki, Xorasan yazılıb orada. Mərkəzi Asiya hissəsində, Xəzər dənizinin sağ tərəfində görərsiniz ki, orada Xorasan yazılıb və o Xorasan da Səfəvilər dövlətinin tərkibində olub. Ona görə olmaz. Və Qaradəniz, bəli, Qaradəniz doğru cavabdır. Yenə xəritəyə baxsaq görərsiniz ki, Qaradənizdən Səfəvilər dövlətinin Qaradənizə çıxışı olmayıb. Qaradəniz tamamilə Osmanlının nəzarəti altında olan bir dəniz sayılır və orada xəritədə də görsənir o. Doğru cavab C-dir. 18-ci sual xronoloji ardıcıllıqdır. Ərəb xilafəti meydana gəlib deməli 7-ci əsrdə, Bərdə şəhəri paytaxta çevrilib 5-ci əsrdə, Səlcuqlar tərəfindən Azərbaycan torpaqları ümumiyyətlə bilirik ki, 11-ci əsrdə fəth edilib. Öncə cənub torpaqlarını, sonra Şirvanşahlar asfalı salıblar. Ona görə də burada cavab nə olacaq? 2, 1, 3. 2, 1, 3 nədir burada? 2, 1, 3 D cavabı. 19-cu sual Şirvanşahlar dövləti mövcud olduğu dövrə aid deyil. Bu dəfə yenə Şirvanşahlar dövlətinin mövcud olduğu dövrü soruşur. 9-16 aid olmasın. Deməli, Azərbaycan vahid dövlət halında birləşdirilib, bəli. Eldənzilər tərəfindən, Sacilər tərəfindən, Səfəvilər tərəfindən və bu zamanda Şirvanşahlar dövləti var idi. Ərdəbil hakimliyin yaranması, bəli, 13-cü əsrdə yaranıb, bayaq da qeyd elədim, onda Şirvanşahlar var idi. Araz çayından şimalda yeni dövlətin yaranması, bəli, Eldənzilər yaranıb 12-ci əsrdə, onda da Şirvanşahlar var idi. Monqol mənşəli dövlətlər tərəfindən Azərbaycanın bir müddət idarə olunması, bəli, bu da olmuş hadisədir. Söhbət Elxanların və Cəlalilər dövlətindən gedir. O da bilirik 13-14-cü əsrlərdir. Ona görə o da var. Onda da Şirvanşahlar var idi və Muğan qurultayının keçirilməsi, bəli, doğru cavab Y-dir. Niyə? Çünki Muğan qurultayı 18-ci əsrdə keçirilib. Onda artıq Şirvanşahlar dövləti çoxdan süqut etmişdi. Gəldik 20-ci suala. Daha əvvəl baş vermiş hadisəni müəyyən etmək lazımdır. Eldənzilər dövləti yaranıb 12-ci əsrdə, Şirvanşahlar süqut edib 16-cı əsrdə, Elxanilər dövləti yaranıb 13-cü əsrdə, Ağqoyunlu dövlətinin süqut etməsi 16-cı əsr, Azərbaycan torpaqlarının Səlcuq dövlət tərkibinə daxil edilməsi 11-ci əsr və burada əvvəl hadisəni istədiyinə görə biz 11-ci əsrə aid olan Y cavabını götürməliyik. 21-ci suala gəlirik. Xəzər xaqanlığı ilə Sacoğlu dövlətinə aid oxşarlığı istəyir bizdən. Deməli, Azərbaycan cənubunda yaranmaq və bir də şimalda yaranmaq. Təbii ki, bu hər ikisini həmən burada deyək. Nə şimalda, nə də cənubda ola bilməz. Çünki bu iki dövlətin ikisi də Estağfurullah, burada səhv getdim bir dəqiqə. Geri qaydıram, qarışdırdım Sacoğlu dövlətini Səlcuqlu dövləti ilə. Bir daha izah edirəm. Xəzər xaqanlığı Sacoğlu dövlətinə aid oxşar cəhət. Deməli, Xəzər xaqanlığı ümumiyyətlə Azərbaycanda yaranmış dövlət deyil. Buradan anlamalıyıq ki, 1-lə 2 zaten cavab ola bilməz, çünki bizdə oxşar istəyir. Bəli, Sacoğlu dövləti Azərbaycanın cənubunda yaranıb, amma şimalında yox. Xəzər xaqanlığı Azərbaycandan şimalda olub, amma Azərbaycanın şimalında yaranmayıb. Yəni, bizim torpaqlarımızdan şimalda yaranıb mənasındadır. Ona görə 1 də 2 də oxşarlıq ola bilməz. Məsələn, 1 ancaq Sacoğlulara aiddir, 2 isə heç birinə aiddir, yəni bizdən də oxşar istəyir. 3-cü cavaba gəlirik. Ərəb xilafətinə qarşı müharibə aparmaq. Bəli, ikisi də aparıb, bunu hardan anlayırıq? Dərbənd mövzusunda görürük ki, Xəzər xaqanlığı 7-ci, 8-ci əsrdə Dərbənd, deməli, Azərbaycan uğrunda ərəblərlə mübarizə aparır, müharibə aparır. Yusif Sacoğlu'nu da görürük ki, 2 dəfə orada biz görürük. Xəlifənin ordusu ilə savaşı, birində qalib gəlir, sonra məğlub olur. Təbii ki, bunlar da müharibədir. Ona görə də hər ikisi xilafətə qarşı müharibə aparıb. Doğru cavabdır. Oxşar cəhətdir yəni. Eramızın əvvəllərində mövcud olmaq xeyr. Eramızın əvvəlləri 1-2-3-cü əsrdir. Nə Xəzər xaqanlığı, nə də Sacoğlu dövləti onda yox idi. Orta əsrlərdə mövcud olan türk dövlətləri olması, bəli, hər ikisi təbii ki, türk dövlətidir. Bir daha deyirəm. Biri Azərbaycanda yaranmış türk dövlətidir, biri isə Azərbaycandan şimalda yaranmış türk dövlətidir. Amma ikisi də təbii ki, türk dövləti sayılır. Ona görə də 3-5 C cavabı doğru cavabdır. Gəldik açıq suallarımıza. 22-ci sual, klasteri tamamlayan cavabı müəyyən edin. Azərbaycan dilinin dövlət dili olması Səfəvilər dövlətinə aiddir. Çaldıran döyüşündə məğlub olaraq süqut etməsi. Çaldıran döyüşündə məğlub olaraq süqut etməsi təbii ki, yanlışdır. Çaldıran döyüşü 1514-cü ildə olub. Təbii ki, burada biz bilirik ki, Səfəvilər məğlub olub, amma bu onun süqutu demək deyil. Səfəvilər ondan sonra neçə illər, 200 ildən çox mövcud olub və 1736-da süqut edib. Muğan qurultayı nəticəsində əlaqəsi yoxdur. Azərbaycanı birləşdirmək, bəli, doğru cavablardan biri budur. Şimalda Rusiya ilə həmsərhəd olmaq, bəli, biz əgər bir daha deyirəm, Şərqin son Fatih mövzusuna baxsaq, 14-cü mövzuya, 15-ci mövzudur. 15-ci mövzuya baxsaq oradakı xəritəyə görərsiniz ki, şimalda Rusiya dövləti yerləşir.
və həm Əfşarlar, həm də Səfəvilər 18-ci əsrdə Rusiya ilə həmsərhəd olub. Şirvanşahlar dövlətinin varlığına son qoyulması, bəli, bilirik ki, bunu Səfəvilər edib. Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları məğlub etmək. Biz hər dəfə nə deyirik? Uzun Həsən 15-ci əsrdə dünyasını dəyişib, Səfəvilər dövləti isə 16-cı əsrdə yaranıb və Səfəvilər dövləti ilə Uzun Həsəni yanaşı gətirmək olmaz və ikinci bir tərəfdən Uzun Həsənin dövründə Səfəvilərlə ümumiyyətlə Ağqoyunların münasibətləri yaxşı olub. Uzun Həsən öləndən sonra Səfəvlərlə demək Ağqoyunların münasibəti pisləşib. Yəni ikinci bir tərəfdən bir daha deyirəm ki, Uzun Həsən 15-ci əsr olduğuna görə, Səfəvilər dövləti 16-cı əsr olduğuna görə təbii ki, ola bilməz. 2, 3, 4 doğru cavabdır. Gəldi 23-cü suala. Dövlətlərin süqutu uğramalarının xronoloji ardıcılığını müəyyən edin. Bayandurlu dövləti 15-ci əsrdə süqut eləyib, 16-cı əsrdə süqut eləyib. Yəni Ağqoyunlu dövləti. Səfəvilər dövləti 18-ci əsrdə süqut eləyib, Eldənizlər 13-cü əsrdə süqut eləyib, Elxanlar da 14-cü əsrdə süqut eləyib. Ona görə də burada ardıcıllıq necə olmalıdır? 3, 4, 1, 2. 15-ci suala gəlirik. 15-ci əsr Azərbaycan tarixinə aiddir. Yeni bir dövlətin əsasının qoyulması 15-ci əsrdə, bəli. Hətta orada bizim iki dövlətimiz yaranıb 15-ci əsrdə, ən azından onu bilirik. Həm Ağqoyunlular, həm Qaraqoyunlular da 15-ci əsrdə yaranıb. Təbrizin ilk dəfə paytaxt şəhəri seçilməsi qətiyyən. Təbriz ilk dəfə Rəvvadilərin paytaxtı seçilib, o da 10-cu əsrdə. Belə də düşünmək olar ki, Qaraqoyunlu və Ağqoyunludan da əvvəl, 15-ci əsrdən də əvvəl, 13-14-cü əsrdə belə bu şəhərimiz Elxanlılar dövlətinin paytaxtı olub. Ona görə də təbii ki, nə Qaraqoyunlu, nə də Ağqoyunlu 15-ci əsrdə Təbrizi ilk dəfə paytaxt edə bilməz. Bu ilk dəfəyə görə götürmürük bu sözü, o cümləni, onu da diqqətinizə çatdırırım. 3. Qaraqoyunlularla Şirvanşahlar dövləti arasında döyüşün baş verməsi. Bəli, bu 15-ci əsrdə olub. Qara Yusif mövzusunda bilirsiniz ki, Qara Yusif Şirvanşah Şeyx İbrahimlə savaşıb, qalib gəlib, əsir götürüb hətta onu və bir müddət Şirvanşahları hala salıb. Bu hadisə 15-ci əsr hadisəsidir. Səfəvi Osmanlı müharibələrinin başlaması olmaz. Çünki bu hadisə 1514-dən başlayır, yəni 16-cı əsrdən. Bizdən də 15-ci əsr istəyir. Taclı bəyim tərəfindən Səfəvilər dövlətinin bir müddət idarə olunması, bu da yanlışdır. Biz 14-cü mövzuda bilirik ki, o Azərbaycan qadınları orada demək nə yazılır orada? Taclı bəyim Şah İsmailin həyat yoldaşı və Şah İsmaildən sonra gələn Təhmasibin də anasıdır və orada belə bir ifadə var ki, Şah İsmail öləndən sonra Təhmasib az yaşlı olduğuna görə bir müddət dövləti Taclı bəyim idarə edib, amma bir daha burada da göstərirəm, Səfəvilər dövlətini, ona görə bu 16-cı əsrdir, bizdən 15-ci əsr istəyir, ona görə doğru cavab 1 və 3 olur. Deməli, 25-də baxırıq, sonuncu sual, uyğunluğu müəyyən edin. Azərbaycan 18-ci əsrin birinci yarısında Səfəvilər dövləti və Əfşarlar dövləti. Burada ehtiyatlı olmalıyıq, xüsusən Səfəvilər dövlətində, çünki Səfəvilər dövlətinin 16-cı əsr hadisələrindən qarışdırmamalıyıq. 18-ci əsrdə bəli, Səfəvilər dövləti süqut edib. 1A mütləqdir. Xəzər dənizində güclü hərbi donanmaya sahib olub, xeyr. Hətta deyir ki, Əfşarlar dövləti ilk dəfə Nadir Şah hərbi donanma yaratmağa deyir, çalışdı, təşəbbüs göstərdi. Qaldı ki, ondan əvvəl olan Səfəvilər dövlətinin təbii ki, donanması, hərbi donanmaya sahib olması mümkün deyil. Yəni, uyduruq cümlədir, belə deyək. Və C. Osmanlı dövləti ilə rəqabətin başlaması. Bu da yanlışdır, çünki o rəqabət 1514-dən, yəni Çaldıran döyüşündən sonra başlayır. Biraz ondan əvvəl başlayır əslində. O döyüş artıq onun qanlı formasıdır. İstənilən halda Səfəvi dövləti yaranandan Osmanlı ilə rəqabət içində olub. Bu da 16-cı əsr hadisəsi olduğuna görə B-ni, C-ni götürmürük, sadəcə A-nı götürürük. Əfşarlar dövlətinə baxırıq. Bir sıra ölkələri tabe etməsi, bəli, doğru cavabdır. Paytaxtda Təbriz yox, Məşhəd şəhər olub. İslam dinindəki çəkişmələrə son qoymaq, bu təhlükəli ifadədir. Son qoymaq olduğuna görə bu cümləni götürmək olmaz. Bəli, Əfşar tayfasından olan və Əfşarlar dövlətinin hökmdarı olan Nadir Şah kitabımızda belə yazılır ki, Osmanlı hökmdarına məktub yazmışdı və məqsədi oydu ki, İslam dinində çəkişmələrə son qoysun. Amma son qoya bildi mi? Xeyr, çünki bu iş yarımçıq qaldı. Osmanlı tərəfindən buna müsbət qiymət verilmədi, dəstək verilmədi və ona görə də İslam dininin çəkişmələri davam etdi və belə deyək, əgər olsaydı İslam dinindəki çəkişmələrə son qoymaq istəyirdi və yaxud İslam dinində çəkişmələrə son qoymaq üçün tədbirlərin görülməsi belə olsaydı götürmək olardı. Amma bu son qoyulmasına görə biz bu cümləni də götürə bilmərik. Ona görə burada 1 olur A, 2 də olur A. Oldu. Bugünkü dərsimizdə başa çatdı uşaqlar. İnşallah növbəti dərslərimizdə görüşənə qədər